yenə gəlib tərbiyəsizcəsinə Tofiq Yağlı 9 il həbs cəzası istədi. Əgər Tofiq Yağlı həqiqətən dələduzdusa, bu polislərin burada nə iş var? Gündə minlərlə adamın burada məhkəməsi keçir. Bu qədər ölkədə bu qədər dələduzun məhkəməsi keçir. O ki, Tofiq Yağlı həqiqətən cinayətkarca dələduzsa, İlham Əliyev, sən nədən qorxursan? Nədən narahatsan? Ha desin ki, ölkədə haqq var, ədalət var, insanlar qanunsuz yerə, heç kimi əsassız yerə həbs olunmur. Bugün buradaki mənzərə bir daha onu göstərir ki, Tofiq Yağlı siyasi məhbusdur, İlham Əliyevin məhbusudur, onun sifarişi ilə həbs olunub və 9 illik uzun müddətli həbsə də girovluğa da məhz İlham Əliyevin tapşırığı ilə icra olunur. Bugün məhkəmədə hakim axıra qədər gözlədi ki, şey olmasın, Tofiq Yağlı son sözünü desin və sonda bir qız kağız gətirdi və o kağızı verəndən sonra artıq hakim yuxarıdan prezident aparatından gələcək qərarı gəldi elan elədi. İttiham tərəfi bu qədər müddətdə Tofiq Yağlının cinayət törətdiyinə dair bircə dənə sübut belə ortaya qoymadılar. Əmin olun ki, elə bir sübut olsaydı, fakt olsaydı, bugün bütün dövlət TV-ləri həmin sübutları, həmin faktları yayımlayardılar və ölkəyə də göstərərlər ki, bax sizin müxalifətçi dediyiniz, güvəndiyiniz, arxalandığınız adam həqiqətən cinayət törədib. Amma belə bir şey baş vermədi. Bunun özü belə göstərir ki, Tofiq Yağlı bu prosesin qalibidir. O dəfələrlə deyib ki, mən bu məhkəmədən ya bu həbsxanadan ya ölüm çıxacaq, ya mən buradan azadlığa çıxacağam.